Əziz dostlar, değerli dostlar, 28 may Müstəqillik günümüzdür. Müstəqillik günü münasibətilə sizləri təbrik eləyirəm, sizlərə can sağlığı arzulayıram, uğurlar arzulayıram. Bu münasibətlə bir video hazırlamaq istəyirdim değerli dostlar. Fikirləşirdim ki, nə iş görüm ki yeni olsun. Əlimdə Nicat Ertürk dostumun Ana Həsrəti kitabı vərəqləyirdim və orada Azərbaycanım şeirinə rast gəldim. Və fikrim yekunlaşdı. Fikrimi dəqiqləşdirdim ki, məhz bu şeirlə sizi təbrik eləyim. Azərbaycanımızı təbrik eləyim, vətənimizi təbrik eləyim. Vurulmuşam sənə min bir könüldən, vurulmuşam sənə min bir könüldən. Mənim doğma yurdum, şöhrətim, şanım. Verərəm canımı qurban sənə mən, mənim Gülüstanım, Azərbaycanım. Hər qarış torpağın əzizdir mənə, hər qarış torpağın əzizdir mənə, müqəddəs vətənim, ana vətənim. Bütün varlığımla bağlıyam sənə, bütün varlığımla bağlıyam sənə, damarımda qanım Azərbaycanım. Sən günəşli ölkəm, nurlu diyarım. Sən günəşli ölkəm, nurlu diyarım. Eşqim, məhəbbətim, dili dildarım. Sən ulduzlu gecəm, tacım, hilalım. Ey qürur mənbəyim Azərbaycanım. Ey qürur mənbəyim Azərbaycanım. Ucasan ellərin içində uca, ucasan ellərin içində uca, ey böyük ulusum, sən odlar yurdum. Yaşaram, ölmərəm sən var olduqca, sənsən son gümanım Azərbaycanım. Yaşaram, ölmərəm sən var olduqca, sənsən son gümanım Azərbaycanım. Sənsən son gümanım Azərbaycanım.